Cinsel münasibətdə aşırı şəfqət və empatiya duyğusu yarandığında bu problem yarada bilir. Çünki şəfqətin həddindən çox olması etiraz duyğusunu bastıra bilir və bu kişilərdə bəzən sərtləşmə problemlərinə, bəzən cinsel istəyin azalmasına, zamanla azalmasına səbəb olur. Evliliklərdə bu problem çox tez-tez qarşımıza çıxır. Biz buna fahişə Madonna sendromu deyirik. Uşaq dövründə ana oğlunu emosional olaraq manipulyasiya edərək və yaxud da özünü daha çox qurban roluna qoyaraq emosional bir manipulyasiya ilə oğlan uşaqlarında belə bir duyğunu yarada bilir. Qadına qarşı o hiss etdiyi şəfqətin etirazdan daha çox olduğu zaman isə insan istəmədən şüuraltı olaraq cinsel istəyinin yavaş-yavaş söndüyünü hiss edir. Biz nə edirik? Terapiyada bu şəfqət və etiraz duyğularının balansda olmasını istəyirik və ona görə də bu duyğuların kökü ilə əlaqəli işləyirik. Çünki burada altında yatan duyğularda qadınları iki ayrı kateqoriyaya bölmək durur. Bir növ qadınlar etiraz və cinsel həyat üçün və yaxud da ki, deyək ki, dırnaqda deyək, yüngül qadınlar kateqoriyasına qoyulursa, digər qadınlar isə müqəddəs Madonna kateqoriyasına qoyulur. Bir qrupla ailə həyatı qurular, cinsəllik yaşanmaz. Bir qrupla isə cinsəllik yaşanar, amma əxlaqsız olduqları üçün dırnaqda yenə deyək, ailə həyatı qurulmaz və belə dilemmanın içində qalan kişi, bunlar hamısı şüuraltı baş verir, özü də başa düşmədən evlilikdə cinsel istəksizlə boğuşmağa başlayır.